Mən 25 ildir ki, ədəbi seviyorum. Bu 25 ildən daha artıq bir müddətdə Naidə xanımı tanımışam. 2018-ci ildən Naidə xanım teatrımızın direktorudur. Gəldiyi gündən mən özümə qarşı böyük hörmət, qayğı görmüşəm. Ədəbi hissə müdiri vəzifəsini, yəni ürəklə, canla yerinə yetirməyə, məsuliyyətlə yerinə yetirməyə çox dayanılır. Çox çətin günlərimdə qayğımı çəkir. Ağlamaq olmaz. Nə deyim, mən kollektivimi çox istəmişəm, rəhbərlikdən hörmət görmüşəm. Gülərə xanımla, Kəmalə xanımla, həmkarlar təşkilatımla. Ürəyimdə çox söz var, deyə bilmirəm. Təbrik edirəm. Təbrik edirəm. İnşallah. Nədənsə uzun müddətli düşünürəm ki, bu mənim soğucağı bölümdür kollektivlə. Kollektivi çox sevirəm, ayrılmaq mənə çox çətindir, amma bilmirəm. Kim ayrılır? Beynimdə mənim özümə görə bu fikirlərim var. Amma bir şey deyim ki, bugün düzü mən gözləmədim, mənim yubileyim qeyd olunacaq. Necə ki, 2018-ci ildə teatrımızın 90 illiyində fəxri adlar veriləndə mən bilmirdim və bilirdim veriləcək, mənə yox. Və qəfil mənə olan zənglərdən evdə, televizorda da işitməmişdim. Naidə xanım, sizə təşəkkür edirəm. Siz mənə həmişə gözəlməz, sevinclərlə sevindirmişsiniz. Mədəniyyət Nazirliyi olanda mənim çox qayğımı çəkmişsiniz. Dövlət tədbirlərində, hətta Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 30 illiyində o hər yazıçıya, senaristə nəsib olan xoşbəxtlik deyir ki, mən sizin, Ədalət müəllimin etimadı ilə mən senarist olmuşam və buna görə təşəkkür edirəm. Və əsərlərimin qəbulunda, yüksək qanunların mənə verilməsində həmişə qayğımı çəkmişsiniz. Çox sağ olun. Lələmizə sağ olun. Biz vasitəçiyik. Və bütün kollektiv də həmişə mənə hörmətlə yanaşır. Mən də onları çox istəyirəm. Gəncləri evladım kimi bilirəm, nənəm kimi bilirəm, yaşlıları atam, qardaşım kimi bilirəm. Onların da mənə böyük hörmət var, minnətdaram. Və hamıza can sağlığı arzu edirəm və bu yaşımda bir şey anladım ki, dünyada heç bir maddi imkan insanı yaşada bilməz. Yalnız qayğı və bir də hörmət, qarşılıqlı hörmət. Təşəkkür edirəm. Sağ olun. Mən təşəkkür edirəm. Az da olsa qarşıdan gələn yeni ilinizi təbrik edirəm. Hamımız üçün, bütün teatr üçün uğurlu düşərli olsun. Yeni yaradıcılıq uğurları olsun. Belə sizlərə baxıb hər zaman ya bu zaldan, ya başqa bir yerdən fərqi yoxdur, fəxr eləyək. Bilək ki, bu bizim kollektivdir, bu bizim uşaqlardır. Çox sağ olun. Kollektiv bir dənə şəkil eləyək. Gəlin. Bir dənə kollektiv.